Koç bürcü 21 may 2025-ci il. Səhər hər şey planlaşdırdığınız kimi getməyəcək. Bunun üçün üzülməyə ehtiyac yoxdur. Əgər çeviksinizsə, vəziyyətə uyğunlaşa bilsəniz, gün yaxşı keçəcək. Əksər qoçlar dərhal mürəkkəb və geniş miqyaslı işləri öz üzərinə götürməməlidirlər. Sadə və tanış bir şeylə başlamaq daha yaxşıdır. Tədricən iş ritminə daxil olacaqsınız və lazım olan şeyi etməyə vaxtınız olacaq. Siz qeyri-adi dərəcədə cazibədar və natiq olacaqsınız. Bu da başqalarına asanlıqla qazanmağınıza kömək edəcək. Əvvəllər tez-tez münaqişə etdiyiniz və ya sadəcə bir-birinizi tam başa düşmədiyiniz insanlarla münasibətləri yaxşılaşdırmaq şansınız olacaq. Boğa bürcü 21 may 2025-ci il. Günün ilk yarısı qeyri-adi uğurlu olacaq. Ona görə də fürsəti əldən verməyin. Başqalarının çətin tapdığı çətin məsələləri başa düşmək əl olacaq. Bir çox boğalar nüfuzlu insanlarla uğurlu əlaqələr quracaqlar. İndi konstruktiv təkliflər verməyin vaxtıdır. Təşəbbüsünüz yüksək qiymətləndiriləcəkdir. Xoş xəbərlər almağınız mümkündür. Günün ikinci yarısı ən əlverişli olmayacaq. Heç bir vacib işi axşama təxirə salmayın. Qonaqları qəbul edə, uzun müddət görmədiyiniz dostlarla görüşə bilərsiniz. Əkizlər bürcü 21 may 2025-ci il. İşləri qaydaya salmaq üçün yaxşı gündür. Köhnə məsuliyyətlər sizi təqib etmək üçün geri qayıda bilər. Buna görə də getdikcə uyğunlaşmalısınız. Ancaq bu sizin üçün çox çətin bir iş olmayacaq. Əkizlərin əksəriyyəti planlaşdırılan hər şeyin öhdəsindən uğurla gələcək. İtirilmiş vaxtın əvəzinə çıxa biləcək. Danışıqlar aparmaq, rəhbərliklə söhbət etmək, sponsorları cəlb etmək üçün əlverişli gündür. Nüfuzlu himayədarların olması mümkündür. Axşam ev işlərinə, yaxınlarınıza köməyə həsr edilməli olacaq. Bu münasibətlərinizi gücləndirməyə və uzun müddətdir mövcud olan bəzi fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcək. Xərçəng bürcü 21 may 2025-ci il. Səbir və təmkin sizə səhvlərdən qaçmağa kömək edəcək. İşlərinizdə, sənədlərinizdə işləri qaydasına salmaq üçün əlverişli zamandır. İntizamınız böyük işlərin öhdəsindən gəlməyə imkan verəcək. Faydalı əlaqələr qurmaq üçün əla vaxtdır. Bəzi xərçənglər gələcək uğurlar üçün möhkəm zəmin yarada biləcəklər. Xüsusilə günorta saatlarına qərar qəbul etməyə, fikirlərinizi bildirməyə tələsməyin. Vəziyyəti başa düşmək, bütün təfərrüatları anlamaq biraz vaxt apara bilər. Şir bürcü 21 may 2025-ci il. Hər şey rəvan getməyəcək. Ancaq diqqətli və səbirli olsanız, bir çox bəlaların qarşısını almaq olar. Bir çox şirlər əvvəllər sonradan təxirə saldıqları işləri qayıtmaq üçün planlarını yenidən qurmalı olacaqlar. Rəhbərliklə təmaslar, sponsorlarla danışıqlar yaxşı gedəcək. Xırda anlaşılmazlıqlara yersiz əhəmiyyət vermək olmaz. Günün ikinci yarısında diqqətinizi başqalarının köməyini tələb etməyən işlərə yönəltməlisiniz. Çoxdankı müttəfiqlərlə belə ümumi dil tapmaq həmişəkindən daha çətin olacaq. Qız bürcü 21 may 2025-ci il. Günün başlanğıcı çətin olacaq, amma getdikcə hər şey düzələcək. Əsəbiliyin artması ehtimalı var. Bu da diqqətinizi işinizə cəmləməyə mane olacaq. Bir çox qız bürcü mühüm təfərrüatları qiymətləndirməməyə meyil olacaq. Bu da bezdirici səhvlərə səbəb ola bilər. Heç bir yerə tələsməyə ehtiyac yoxdur. Diqqətlilik və ehtiyatlılıq ən yaxşı müttəfiqləriniz olacaq. Günün ikinci yarısında müsbət meyillər üstünlük təşkil edəcək. Güc və özünə inam artımı hiss edəcəksiniz. Siz nəinki planlaşdırılan bütün işlərin öhdəsindən gələcəksiniz, həm də itirilmiş vaxtın əvəzinə çıxa biləcəksiniz. Tərəzi bürcü 21 may 2025-ci il. Yaxşılığa doğru dəyişikliklər üçün yaxşı gündür. Rəhbərliyiniz üzərində üstünlük əldə etməyə kömək edəcək çoxlu qeyri-adi məlumat və gizli məlumatlar alacaqsınız. Ətrafınızdakilara haqlı olduğunuza inandıra biləcəksiniz. Ona görə də istənilən danışıqlar son dərəcə yaxşı keçəcək. Bir çox tərəzilər faydalı əlaqələr, nüfuzlu himayədarlar qura biləcəklər. Günün ikinci yarısında şərait sizi planlarınızı dəyişməyə məcbur edəcək. Əhval-ruhiyyənin dəyişməsi ehtimalı var. Ona görə də fikirlərinizi toplamaq o qədər asan olmayacaq. Bu zaman vacib məsələləri öz üzərinizə götürməməli, ciddi söhbətlərə başlamamalısınız. Əqrəb bürcü 21 may 2025-ci il. Güc artımı, fəaliyyət üçün susuzluq hiss edəcəksiniz. Siz təsir edici nəticələr əldə edə biləcəksiniz. Bununla belə tamamilə hər şeyə qarışmağa çalışmamalısınız. Digərləri sizin iştirakınız olmadan bəzi işlərin öhdəsindən gələcəklər. Bəzi əqrəblər həddindən artıq israrlı, biraz aqressiv olacaqlar. Bu enerjini düzgün istiqamətə yönəltsəniz, işinizdə nəzərə çarpacaq uğurlar əldə edə biləcəksiniz. Axşam ailə məsələlərinə qohumlarla və ya dostlarla ünsiyyətə həsr olmalıdır. Təcrübəli dostların məsləhətlərinə qulaq asın. Onlar sizə faydalı fikirlər verəcəklər. Ox atan bürcü 21 may 2025-ci il. Emosional yüksəliş,
İlham səhərdən sizi müşahidə edəcək. Bir çox vacib məsələlərin müzakirədə düzgün qərarlar qəbul edə, lazımi nəticələr çıxara biləcəksiniz. Bəzi ox atanlar ictimai həyatda iştirak etməli olacaqlar. Bu çox maraqlı olacaq. Qeyri-adi insanlarla tanış olma ehtimalınız var. Siz asanlıqla xoş təəssürat yaradacaqsınız. Günün sonuna qədər əhval dəyişikliyi, əsəbiliyin artması mümkündür. Kimsə ilə münasibətinizi pozmamaq üçün bütün nəzakətinizə müraciət etməyə çalışın. Sevilən birinin dəstəyi tez sakitləşməyə kömək edəcək. Oğlaq bürcü 21 may 2025-ci il. Yaxşı fürsətləri qaçırmayın. Onlardan kifayət qədər az olacaq. Səhər saatlarında bir çox oğlaqlar nüfuzlu insanların dəstəyini təmin edə biləcəklər. Optimist münasibət, yaxşı təbiət insanlara asanlıqla qazanmağa kömək edəcəkdir. Cazibədar sayəsində bir çox problemi həll edəcəksiniz. Ətrafınızdakı insanlar sizi yerləşdirməyə hazır olacaqlar. Sövdələşmələrin bağlanması və müqavilələrin imzalanması üçün əlverişli zamandır. Vacib məsələləri axşama qədər təxirə salmamalısınız. Diqqətinizi cəmləmək çətinləşəcək və yorğunluq yığılacaq. Həssaslığınız artacaq. Ona görə də yaxınlarınızla münasibətlərdə kiçik anlaşılmazlıqlar mümkündür. Dolça bürcü 21 may 2025-ci il. Dürüstlüyünüz və düzlüyünüz hər kəsin xoşuna gəlməyəcək, lakin bir çox vacib məsələlərin həllinə kömək edəcək. Bir çox dolçalar faydalı əlaqələr qura biləcəklər. Enerji və ambisiya yaxşı nəticələr əldə etməyə, düzgün nüfuzunuzu gücləndirməyə imkan verəcək. Kifayət qədər səy göstərsəniz, yalnız bütün planlaşdırılan işlərin öhdəsindən gəlməyəcəksiniz, həm də gələcək uğur üçün zəmin yaradacaqsınız. Yeni bir şey öyrənmək, peşəkar bacarıqlarınızı artırmaq üçün əlverişli gündür. Qazandığınız biliklər yaddaşınızda uzun müddət qalacaq və karyeranızı daha sürətli irəliləməyə imkan verəcək. Balıqlar bürcü 21 may 2025-ci il. Gün olduqca gərgin keçəcək. Bəzi planlarınız yenidən qurulmalı və ya tamamilə ləğv edilməli olacaq. Bir çox balıqlar əhval-ruhiyyənin dəyişməsi ilə qarşılaşacaq. Bu, onların diqqətlərini işlərinə cəmləməsinə mane olacaq. Yeni başlanğıclar üçün əlverişli zamandır. Diqqətinizi cari işlərlə cəmləmək, yarımçıqalar işləri başa çatdırmaq, sənədlərinizi qaydasına salmaq daha ağıllı olardı. Çətin ki, yaxınlarınızla münaqişələrdən qaça biləsiniz. Bir çox cəhətdən onlar sizin əsəbiliyiniz və dözümsüzlüyünüzdən yaranacaq. Mübahisəni uzatmamaq üçün mümkün qədər tez barışmaq yolunda ilk addım atmağa çalışın.